Hər kəsə salam dostlar, mən Abdullah. Bugün qarşınızda mükəmməl bir video ilə varam. Videoya keçməzdən qabaq ilk öncə bütün 2 mart və 9 mart tarixlərində imtahan verən tələbələrə uğurlar arzu edirəm. İnşallah istədiyiniz nəticəni yığmısınız. Amma bu videomda istədiyi nəticəni yığa bilməyən və yaxud da istədiyi nəticəni yığıb amma blok imtahanından qorxan tələbələrə aid bir video çəkmək istədim. Bu videomuz yəni odur. Bunlar nədir? Gördüyünüz kimi mənim keçən ilki ölüm vərəqlərim. Bəli, bu buraxılış imtahanı idi. Tarixini də göstərim. 10.03.2024. Yəni belə deyim sizə, bu ilki buraxılış imtahanlarının suallarına heç baxmamışam. Əslində heç baxmamışam deməyim. Bir ikisinə göz gəzdirdim. Demək olar eyni düşüb, hətta deyirlər 2 mart daha asan düşmüşdü. 9 mart tam səhvin, onsuz bizdə də olmuşdu. 3 mart asan salmışlar, 10 mart yəni bizimkini biraz çətin salmışlar. Biraz cüzi. Məsələn, orada girib 230 yığsam, burada 225 yığmışdım. Həmən 225 yığmışdım. Bu üçü də RK üzrə, bir də ERI üzrə birinci qrup idim mən. RK üzrə, ERI üzrə imtahan nəticələridir. İlk onsuz da RK üzrə verilir. Yəni ki 02-06. Ümumilikdə bunları belə deyim sizə. Ümumilikdə 460 bal toplamışdım RK üzrə. ERI üzrə də 410 neçə idi. Səhv etmirəmsə 11 falan idi. Videoları var. Girib baxmaq istəsəniz kanalda mövcuddur. Belə deyim sizə. Mən 460 balla AZMİU, yəni Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya Texnologiyaları fakültəsində hal-hazırda təhsil alıram. 2-ci semestrdayam. 1-ci semestr yaxşı keçdi. Bir fəndən kəsirim oldu. Onu da 25%-lə ödədim. Şükür Allaha keçsin. Elə burada ədalətsizlik ondadır və soyma da ondadır ki, bir fənə görə bütün stipendiyadan da kəsirlər. Şans verilmir. Hansı ki ilk idi, imtahan verirdim. Nəysə, oralarına girməyəcəm. Belə deyim sizə, universitetə girmək bir insanın həvəsi ola bilər, hədəfi ola bilər. Həvəs başqa şeydir, hədəf başqa şeydir. Mənim həvəsim var idi, hədəfim yox idi. Sadəcə universitetə girmək istəyirdim. Fakültə üzrə mən həkimlik istəyirdim. O da ona edəməyəcəyimi gördüm. Çünki mən 9-cu sinifdə hazırlıqlara getmişəm. 9-cu sinifdə də 3 fəndən getmişdim. Az dili, riyaziyyat, bir də ki ingilis dili. Yəni biologiya falan mən sıfır idim. Kimya yenə biraz özümü toplaya bildim. 4-cü qrupa verə bilmədim. Mən çevirdim 1-ci qrupa və artıq bitimə yaxında informatik üzrə imtahan vermək qərarını aldım və artıq informatik üzrə fakültədə oxuyuram. Belə deyim sizə, universitetə girmək hər şey deyil. Hər şeyi universitetə girməklə ölçməyin. Hədəflərinizin dalınca qaçmağa çalışın. Baxın, yenə deyirəm, universitetə girmədik deyə çox pis olan insanlar var həqiqətən. Və yaxud da ailə baskıları falan olur. Əlbəttə ki, bilirəm. Mən 9-cu sinifdə o qədər yaxşı nəticə göstərməmişdim. 3 hazırlığa getməyinə rəğmən 200 balı keçə bilməmişdim. 183 yazmışdım və baskı gördüm həqiqətən. Nəysə, belə deyim sizə, amma indi universitetdə oxumaq bir yaxşı cəhətləri də var, amma mən sevmədiyim bir fakültə üzrə, belə deyim, ümumiyyətcə mənim 1-ci qrupda sevdiyim fakültə yox idi. Onu deyim sizə. Çünki mən dediyim kimi 4-cü qrupa hazırlaşan biri olduğum üçün belə bir şey oldu. Universitetə məcbur girdim ki, ailəmi mənə xərclədiyi pullar falan boşuna getməsin. Nəysə. Amma girməyə bilərdim. Yəni onda gedib özümü öldürəsi deyildim. İndi burada ola bilər içinizdən bir ikisi bəlkə də artıq o düşüncəni beyninə qoyanlar ola bilər. Qətiyyən. Heç nə üçün gec deyil. Hədəfinizin dalınca qaçın. Mən hətta özümə söz vermişəm. Kanala abunə olarsınız, inşallah yayda görərsiniz. Hədəfimin dalınca qaçacağam. Mən hədəfim üçün gecə-gündüz çalışacağam. Universitet mənim üçün B planı olacaq. Hansı ki, ən son məqamda biləcəm ki, diplomum var. Diplom da nə işə yarayacaq? Pulum olmayandan sonra. Düzdürmü? Bəli, düzdür. Nəysə, sözüm odur ki, xahiş edirəm, özünüzü yormayın və bir də onu deyim ki, xaricə icazə verilirsə evdən, xaricə qaçmağa çalışın. Yəni, universiteti xaricə verin. Çox-çox xahiş edirəm, Azərbaycanda təhsil sistemində universitet, yəni məktəblə eyni səviyyədədir deyə bilərəm. Necə məktəbdə təhsil sistemi bərbaddısa, universitet də artıq məktəbə yaxınlaşır. Hətta elə deyim ki, mən dərsdə oturub 460 bal toplayan bir şagird olaraqdan tələbəli ilimdə oturub dərsdə PUBG oynayıram. O qədər.
Nəysə, belə deyim, çox soyudum, həqiqətən çox soyudum. İndi sizi soyutmaq məqsədim deyil. Sadəcə hədəfiniz odursa, məsələn, həkimlik oxusam bu qədər soymazdım, onu deyim. Hədəfiniz varsa, əlbəttə ki, girməyə çalışın. Amma girməsəz də pis olmayın. Hal-hazırda mən YouTuber olmaq istəyirəm, amma Azərbaycanda çətin olduğu üçün və addım-addım irəlilədiyim üçün bəzən mən də sıxılıram. Bir ay məsələn müddət ara verdim. Ondan sonra yenidən başlamağa qərarına gəldim. Çünki bir çox saylı izləyicilər sağ olsun, sevirəm sizin hər birinizi. Onlar sayəsində nəsə uğursuzluqlar çox olur. Amma ən böyük hədəflərimdən biri, hələ ki demirəm, gizli qalsın, yayda inşallah görəcəksiniz. Bilənlər bilir, canlılarımıza gələnlər. Nəysə, hədəflərimin dalınca qaçmağa çalışacağam, səy göstərəcəm, vuruşacağam, yeri gəlsə yatmayacağam və hədəflərimin arxasınca qaçacağam. Sizə də məsləhətim odur. Nəysə, dediyim kimi, buraxılış imtahanı yaxşı yazıb, blokdan qorxanlar ola bilər. Qətiyyən qorxmayın. Bir imtahan necə keçsə, ikinci də elə keçəcək, hansı ki, göstərim sizə. İkisi girdiyim imtahanı idi iyunun keçən il. Belə deyim sizə, riyaziyyat birinci qrup olaraqdan deyirəm. Riyaziyyat çox bərbad günündə idi. Birinci imtahanda, ikinci imtahanda da riyaziyyat çox bərbad salmışlar. Fizika 100 balı keçmişdim, keçəməmişdim. 99 falan idi, elə bir şey idi. Nəysə, apellyasiya versəm 100'ü keçmişdim. 150 baldan. Kimyada birinci imtahan 56 falan çıxmışdı. İkinci imtahan ama 78 bal yazmışdım. İkinci imtahanda o birisilər az çıxmışdı. Riyaziyyat çox bərbad salmışlar. Belə deyim sizə, yəni bir fəni pis salında, iki fəni rahat salırlar, qorxmayın. Əgər birinci qrupsuzsa, riyaziyyatı inanmıram, məncə bu il fizikanı çətin salacaqlar. Fizikanı çətin, amma onu bilə bilməliyik. Fizikanı çətin salacaqlarsa, riyaziyyata üstünlük verin. Onsuz imtahana girən kimi, vərəqə açan kimi görürsünüz. Yəni belə deyim sizə, heç nədən qorxmayın. İmtahana girmək də ölüm deyil. Mən baxın, belə deyim sizə, 4 dənə imtahana girmişəm, gördüyünüz kimi. Ölüm deyil. İmtahana girmək həqiqətən ölüm deyil və yaxud da yazamamaq da ölüm deyil. Sonuna qədər vuruşun, çalışın, hədəfinizin arxasınca qaçın. Bu il olmadı, gələn il olacaq inşallah. Əgər məqsədiniz universitetə girməkdirsə, yox, əgər universitetə pul üçün girmək istəyirsinizsə, ondansa sevdiyiniz işə üstünlük versəniz sevinərəm. Deməyin ki, gecdir, daha o boyda 11-ci sinifə qədər gəlmişəm. Heç nə üçün gec deyil, əzizlərim. Gec bilirsiniz nə vaxtı? Baxın, bu hərəkəti son dəfə eləyəndə, yəni ölüm anında. Gec sadəcə ölümdədir. O da inşallah hədəflərimizə çatmadan ölüm nəsib etməsin Allah bizə. Öləndə də dürüst ölək, mərd ölək. Belə deyim sizə, inşallah hər kəs hədəfini yerinə yetirər və ürəyində arzusu qalmadan bu həyatdan köçməz. Belə deyim sizə, inşallah Allah böyükdür. Hər birimizə dəstək olsun, özü kömək olsun, hədəflərimizdə bizə əzmli, qətiyyətli olmaqda kömək olsun Allah və istəklərimizi gerçəkləşdirsin inşallah. Baxın, bu Ramazan ayı etdiyim ən gözəl dua ola bilər. Blokda da hər birinizə uğurlar arzu edirəm. İnşallah istədiyiniz balı da yığarsınız və gözləyəcəm buraxılış imtahanından neçə bal gözləyirsinizsə bu videonun altına yazın. Çox maraqlıdır mənə də biraz. Məsələn, bu illəri xatırlayanda o gün açıb oxuyurdum canlıda. Biraz duygulandım həqiqətən. Belə deyim, bu sualı çox insan verəcək. Məncə sizin də içinizdə var. Tələbəlik illərimi seçərdim, abituriyentlik illərimi. İkisinin də arasında çox fərq var həqiqətən. Abituriyentlik illəri çox qəşəng idi. Ən azından bir hədəf üzrə gedirdin. Hədəfim bu ayda ki, universitetdə 400 bala yığacam. Həqiqətən yığdım. Şükür Allah'a. Amma nəyə yaradı? Nəysə, ən azından bir hədəfim olurdu və bütün gün maraqlı keçirdi. Mən həqiqətən abituriyentlik illərimi heç nəyə dəyişmərəm. Tələbəlik illərdə ilk ilimdir. Çox danışmaq istəmirəm. Çünki bəlkə keçən müddətlər sonra biraz yaxşı olar mənim üçün. Belə, uğurlar arzu edirəm. İnşallah gələn il bu vaxtda siz də tələb olarsınız. Sağ olun, salamat qalın. Gələn ildən izləyənlər, yəni 2026-dan izləyənlər. Sevirəm sizi, yazmağı unutmayın videonun altına. İnşallah bir ilə dəyişməsəm bu videonun altındakı yorumlara cavab verəcəm. Öpürəm sizi, 10 dəqiqəlik video oldu. Kəsib eləməyəcəm, elə necə var atacam, səmimi olsun. Üzürlü sayın da arada fasilələr falan varsa yola verin geçsin. 10 saniyə qabağa sarın. Nəysə, öpürəm sizi, inşallah uğurlar hər birinizə.